Hansı aldı? Belə, müəllim. 50, 53. Deməli bu sualda həm bizə kömək var. Misalın bu hissəsi həm bizə kömək eləyir, Aha. həm də bizi biraz çaşdırır. Hə, məni çaşdırdı. Çünki birində 5-ə vurursan, birində vurmursan. Yəni əslində Həm də düzdür 25-i də belə olmalı. bilmədim heç yəni. 5a kvadratı çıx b kvadratı. Sadəcə b kvadrat əvəzinə 5-in kvadratı 25 oldu, 25 yazaq. Ha, o onun 5-idir kvadrat. 5 hasil 25 həmin 5-in kvadratı. Bu 5 isə misalın öz 5-idir. Yəni buradakı 5 deyil. Ha. Onda belə olacaq da. İkincidə 5 vur 1-in kvadratı. Çıx 2-nin kvadratı. Ha, 5 belə. çıx 4. Üçüncüdə olacaq belə. 5 vur 4-ün kvadratı. Çıx 7-nin kvadratı. 80 çıx 49. Sonuncu da olacaq 5 vur 6-nın kvadratı. Çıx 9-un kvadratı. O da 180 çıx 81. Bərabər 99. Hə, mən də olar kvadratı yüksəlmişəm, amma mən B-nin kvadratı olaraq fikirləşməmişdim də. Yəni gördüm elə cavab ala bilirəm, elə yazdım. Ha, qaranlıq qalmışdı, aydındır. Hə, bir dənə o birilər də qoşulsun. Onların da sualına baxım, sonra təzə dərs keçəcəm. Mən bunları biraz tez işləyirəm. Mən sizə yaza bilsəm, yəni mənə əlavə testlər ata bilərsiniz. Hə, bitirəndə Çünki deyir. mən məntiqdən çalışdığım qədər maksimum yazmaq istəyirəm. Çünki elə potensialım varsa, bir dənə məntiqədir. İstəmirəm balım getsin buradan. Sən ev tapşırığı məsələn mənə göndərdim, sən bu gün axşam göndərdim. Nə vaxt bitirsən deyək ki, mən tapşırığı bitirmişəm, mən sənə əlavə suallar atım. Amma dərsdə, yəni çox da dərsə qulaq deyə mən oturub dərsdə edirəm hamısını. Hə, yaxşı göndərirəm, problem deyil. Hətta Bəs müəllim siz hə, Pəyani dərs keçirsiniz də, hə, düzdür? hə, keçirəm. Bakıda, Yox, Sumqayıtda. Sumqayıtda Aha. saat yəni qruplarınıza qoşulmaq olar. Aha, Sonradan nədir qrup. ki? Hə, çünki mən onlayn, yəni düzdür, hər iki bir problem yoxdur, amma məncə ayağın olsa daha da effektiv olar. Hə, olar. Yəni onda bir ay hələ ki ödəniş eləmişəm. Onlayn davam edək, ondan sonra sizinlə əlaqə saxlayıb ayağına keçə bilərəm də. Hə, hə, əlaqə saxlayarsan danışarıq. Yaxşı, mən harda keçir, hansı kursda? Elə ola bilsin ki, Pənah bəyin yanında da başladıq bu Hə, yaxından. Eduda. Aha. Bir də Hı hı. Süd Plazada var. İndi baxarıq, danışarıq o vaxtda. Hə, yaxşı mən. Yaxşı. Səhər saatlarında da yəni ki. Səhər, səhər. Hə, bəli. Axşamınız xeyir müəllim. Axşamınız xeyir, necəsiz Sənan xanım? Sağ olun, siz necəsiz? Sağ olun. Yaza bilmisiniz testləri? Yazmışam müəllim. Orada indi o şeydə baxmışam mən. Siz göndərmişdiniz videolara. Hı -hı. Onların əsasında demək olar ki, hamısına baxmışam. Bir-ikisi qalıb beləcə. Bir dənə onu soruşacağım sizə. Yaxşı. Baxaq. Deyil suallarınız. Sizə açacağım. Müəllim, bu 43-dəki u nəsə bir mənanı ifadə Yox, edir, yox, yoxsa yox. Elə bir bizim yox. o nəsə bilməmişəm. Yox, onun heç bir məna. O necə o bir şəkillər kimi, o da bir şəkildir. 43 top çıx O toplayıb tərsinə yazırıq da bu odu da. Çıxırıq, kvadratı çıxır. yüksəldib tərsinə yazırıq. Daha sonra. Yazmışsınız, deyirsiniz, yazmamışam. Yox, mən fikirləşdim, prosta şey eləmədim ki, birdən səhv olar. 9-dan 1 çıxır 8, kvadratı 64, tərsi 46. 7-dən 3 çıxır 4, kvadratı 16, tərsi 61. 5-dən 0 çıxır 5, kvadratı 25, tərsi 52. Hı. 9-dan 3 çıxır 6, kvadratı 36, tərsi 63. Devam.
Bir də 5 var ya mənim. Onu necə fikirləşdim, ha vurdum. Ay, yox, onu yazmışam. Yox, deyil. Bircə dəqiqə minus qoydum, onu tapım. Yox, onu yazmışam. Hə, 7-dir. Minus. O bir də üstündə işləmişəm. 7. 7-də sağdakı ədədin rəqəmlərin bir-birinə vururuq. Vurdum 4 müəllim. Hər vur şeyi 2, yazdım. vur 5. Neçə edir 4 vur 2, vur 5? 40. 40. 43-dən də 40 çıxırıq. Ay. Aa. 5. 2 vur 6, vur 6, 72 edir. 81-dən 72 çıxırıq, 9 qalır. 9 vur 6, vur 1, 54 edir. 60-dan 54 çıxırıq, 6 qalır. İndi 8 vur 1, vur 8 edir, 64. 71-dən 64 çıxanda qalır 7. A variantı. Bir də 53-ə baxa bilərik. Mənim sual var idi ora yoxsa yox. Əlüşdə. Əlüşdə belə deyək. Əslində belə yazsaydılar, 5 A kvadratı çıx B kvadratı yazsaydılar, bizə daha aydın olardı. Sadəcə B kvadrat əvəzinə 5-in kvadratı 25 olduğu üçün 25 yazıblar. Bu B-nin kvadratıdır. Hə, bildim. Yəni ikincidə olacaq 5 vur 1-in kvadratı çıx 2-nin kvadratı. 5-i 1-in kvadratına vuranda 5, 2-nin kvadratı 4, çıxanda 1 qalır. Üçüncüdə olacaq 5 vur 4-ün kvadratı çıx 7-nin kvadratı. 4-ün kvadratı 16, 5-ə vuranda 80 çıx 7-nin kvadratı 49, 80-dən 49 çıxanda 31 qalır. Sonuncu da Bir də olacaq 54. 5 vur Hə, 6 kvadratı çıx 9-un kvadratı. 36, 5'e vuranda 180, çıx 81, bu deyir 99. 99. Bir də 54. 54'də kvadrat nə edir? Kvadrat kənardakıları toplayır. 6 ilə 7-ni toplayır 13. Ortadakı ikində heç nə eləmir, yazır yanına. Bu ən sonundakını eləyənmədim. Müəllim, o 676 Baxaq. kvadratı qoyublar ora, onu Eyni neyniyəcəm ki şeydə mən? kvadrat nə edirdi? Onu hara yazacağam bura? İlk 676-dan sonra da kvadrat qoyublar axı. Zaten 627'den sonraya kvadrat koyanda biz nə eləmişdik? Kənarları toplayıb ortasını Eyni yazmışdım. şey də burada eləyək. 6 ilə 6-nın cəmi. Hə. 12, 7 də yanında. Bəs 374 orada nə işə yarayır? Kvadratı bitirək sonra da. Hı. 415'də 4 ilə 5 toplayırıq 9, bir də yazdıq yana 90. Dairə nə edir bəs? Dairə kənardakıları Vurur. Hə, onu tapdım, vurur. 4, 5-ini 20, bir də yanında. 3'ü 5'ə vurur 15, 4 də yanında. İndi 374-də nə edəcəyik? Onu vururuq 12 yazdıq 127 onu da yazmışam 127. Prosta o 676-dan sonrakını dəyişməliyik bir də 676-nı ora yazmalıyıq. O hissəsini tuta bilmirəm. Bu sonuncu sualdakı kvadrat. Heç axıra kimi gedin yəni dərk Bunun eləyərəm. cavabını nə aldınız? Mən oradan sonrasını getməmişəm. Elə 127 yazıb saxlamışam. Bunun cavabını nə aldıq? 127. Bərabərdir bir-birinə ortada oxşar soru. Yəni deyir bu buna bərabərdir. Nasıl üçün? Necə yəni olsun? Bu isə. Dediyimizi Çünki yoxlamaq burada üçün. Biri o 127, bizi biri 130 çıxsaydı hə, deməli düz deməmişik. Qaydamız səhvdir. hə, qayda səhvdir. Əgər bunun ikisini də 127 ala bilmişiksə misalımız düz olardı. Yoxsa Hı. misalımız bərabər olmaz axı. Bərabər. İndi neyniyəcəyik burada birinci? Və kənarlarını toplayırıq. Toplayırıq. Birinci E, mötərizənin 102. birinci mötərizənin içində Aa, yo, vururduq. Hə, 24, 242. aha, sonra Kvadratda toplayırdı. hə neçə eləyəcək? 44. 44.
Bu hissə sadəcə yəni biz öz dediyimizi yoxlamağımız üçündür də nümunədir. Yəni onun ikisinin də 127-yə bərabər olmalı ki, dediyimiz düz olsun da. 127 alınca deməli hər şey düz fikirləşmişdik. Aydındır? Mənim başqa sualım yox. Başqa sualımız yoxdur. Bir 2 dəqiqə gözləyək ki, heç qoşulurmuş Şəlalə xanım. Yazmışdı ki, keçirəm. Sonra təzə dərsə keçəcəm. Aşağımız Şəlalə xanım. Xeyir olsun. Üzürlü sayın biraz yubandım. Eybi yox. Siz də suallarınızı deyin. İsmail bəyin Sənan xanım suallarına baxmışdım. Sizinkine də baxaq, sonra təzə dərsə keçəcək. Özüm keçmədim təzə dərsə ki, qoşulaq, sizə də baxaq sonra suallarınıza. Mən orada 43-44-ü başa düşmədim, o tipdə olanları. Əslində bu mövzuda açığını desəm biraz çətinlik çəkdim. Sizdə orada U hərfi sizi çaşdırıb. Bəli. U hərfini eləyirəm kvadrat. Hı. Yoxdur bu hərfi. O U da bir operatordur. Keçən dəfə dedim, işarənin heç bir mənası yoxdur. Yəni U hərfi də bir operatordur, heç bir mənası yoxdur. Bizim işimiz 9 ilə 1-dir ki, 9 ilə 1-dən necə 46 varıq? 9-dan 1 çıxarıq 8, kvadratı 64, tərsi 46. Mən belə fikirləşmişdim orada daha doğrusu 9-u belə deyim də biraz məndə uzun alındı. 9-u 5-ə vurdum, üstə 1 gəldim. O birinə düz gəlirmi ikincidə? İkincidə ona görə çaşdım, elə orada qaldım. O deyil. Yəni ikincidə düz gəlmirsə artıq o deyil. 7-dən 3 çıxırıq 4, kvadratı 16, tərsi 65. 5-dən 0 çıxırıq 5, kvadratı 25, tərsi 52. 9-dan 3 çıxırıq 6, kvadratı 36, tərsi 63. Devam. 44-də də deməli toplayırıq, tərsin yazırıq yenə də. Deməli 66-nın sonuncu gəldik 78, tərsi 87-dən. 21-in son 1 gəldik 32, tərsi 23. 76-nın üstə 5 gəldik 81, tərsi 18. 34-ün üstə 22 gələndə 56, tərsi 65. Sonra burada 1-8-də biraz çətinliyim oldu. neçədə? 8-də yəqin ona baxmısınız. 8-də? Mən bütün suallara baxmışam. Kimin yəni nə sualı varsa onlara baxmışam da. Bütün suallar deyəndə yəni sual olanlara baxmışam. Yox, 8-ə baxmamışdım. İndi baxaq. Demək, 3 bucaq toplayıb kök almadı. 5-in üstü 11 gəlir, 16, kökü 4. 8-in son 7 gələndə 25, kökü 5. Yarpaq işarəsi isə çıxıb kök almalı. 36-dan 27 çıxırıq 9, kökü 3. 100-dən 36 çıxırıq 64, kökü 8. İndi deməli burada 22-nin 59 toplayırıq 81, kökü 9. Deməli burada 99-dan elə bir rəqəm çıxmalıyıq ki, yenə 81 qalsın ki, kökü 9 eləsin. 99-dan nə çıxan da 81 qalır? 18. 18 var.
Sonra yoxdur sualımız. Şahanə xanım. Bir də müəllim 42-ci misala baxmaq olar. Orada mən B variantı, amma sual işarəsindən eləmişəm. Orada sual işarəsi buna görə qoymusunuz yəqin ki. O x olmalı değildi, dairə olmalıydı. Bəli. Ona görə qoymuşsa siz düz fikirləşirsiniz. Orada səhv düşür. Bu x olmalı değil, bu qara dairə olmalıdır. Eğer Çünki sualınız orada bir dənə olsa düz deyirsiniz. O cavabı düzdür. bəli, orada. Ha, bu çap səhvidir. Bizim səhvimizdir. Onu sonradan düzəltmişəm. Sadəcə Bəli. sizə göndərəndə düzəltməmişdim deyə mən də bura bu versiyanı paylaşdım ki, köhnə versiyanı sizdə də yanlışlıq olmasın. Başqa? 37-yə baxa bilərik, yoxsa baxmısınız Yox, ona? baxmırıq ki. 37. Deyir ki, qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. L, N, D, P müxtəlif natural ədədlərdir. İndi 6 almaq üçün L, N, D nə olsun? Nəyə vurub 6 alarıq? Vurmaq lazımdır orada. Aha. 2, 3 yaza bilərik. 1, 2, 3. Amma indi bilmirik işte onun hansı L-nındır, hansı N-nındır, hansı D-nındır, düzdürmü? Bəli. İndi bunu hardan tapa bilərik? Bax, bu birində də 24 almışıq. 24 altdan neçə dəfə böyükdür? 4 dəfə. 4 dəfə. Deməli, ikisində də L var. İkisində də N var. Qalır P-nandır. Deməli, P-nın qiyməti D-nın qiymətindən 4 dəfə böyük olmalıdır ki, vuranda da hasil 24 olsun. Yəni 4 dəfə böyük olsun. Bunda P 4 eləyir. Onda P-yə 4 verək, D-yə 1 verək. 4 dəfə böyük. P-yə 4 versək, D-yə 1 versək. İndi L-yə nə verək ki, vuranda aşağıda 12 alınsın? 3. 3. L-lar 3 olsa, N-yə də 2 qalır da onda. 1, 2, 3. Bəli. Dən yoxlayaq görə ödəyir hamısında. 3 vur 2 vur 1 6, 4 vur 2 vur 3 24, 3 vur 4 vur 1 12 ödəyir hə. D deməli 1 imiş, P 4-dür, N da 2-dir, vuranda da 8 edir. Aydındır. Bəli. Mən 10 yazmışdım, amma yenə də tərəddüd elədim. Növbəti. Məndə bu qədər mən. Onda keçəyim təzə dərsə. Bugün çox asan dərs keçəcəyik. Analogiya, anagram. İsmail bəy, Sənəm xanım eşidirsiniz məni? Bəli, müəllim. Bəli, müəllim. Analogiya sualları çox rahatdır əslində. Yəni, qaydasını başa düşdük. Rahatlıqla yazacağımız şeylərdir. Biraz dünya görüşünə əsaslanır. Biraz içində terminlər var və s. Amma nə vaxt aparan suallardır. Yoxsa qəbula 8-9 dənə analogiya anagram sualı düşür. 7 dənə, 8 dənə, yəni bir dənə, 2 dənə düşmür. Çox düşür qəbula. Ona görə də bu bizim üçün fürsətdir. İmtahanda belə deyək. Bu düşən 6-7 dənə sualı, bəzən 8 dənə sualı bir 5 dəqiqə bitirmək olar. Görün, vaxta nə qədər qazanmış olduq biz. 5 dəqiqə 8 sual yazdıq. Həm vaxta qazanmış olduq. Həm də asan suallarda ən azından bizim də artıq buradan bir 7-8 dənə düzmüş gəlmiş olacaq. Bu suallarda birinci nəyə fikir verməliyik? Sözlərin ardıcıllığı hökmən nəzərə alınmalıdır. Məsələn, birinci sualda sel, su anlayışında. Sel, bax bir şey deyim, özümüzdən cümlə qururuq həmişə. Bu sözləri birləşdirən, əlaqələndirən bir cümlə qururuq. Məsələn, sellə suyun cümləsini necə qurarıq? Sel suların birləşməsindən əmələ gəlir. Deyə bilərəm də belə cümlə, düzdürmü? Bəli, bəli. İndi baxırıq. Onda barmaq ayaq olur. A variantı. Ayaq Ayaq barmaqların birləşməsindən əmələ gəlir, düzdürmü?  嗯 düz.
Yaxşı. Ayaq. C variantı Yo, bar. ev otaqların birləşməsindən əmələ gəlir. Hə, o da düz. Bir də D variantı var. Küçə səkilərin birləşməsindən əmələ gəlir. Bunlardan hansı daha düzgündür? Ev otaq olacaq da. Ev otaq daha düzgündür. Bax, bir də bu bölmənin bir xüsusiyyəti var. Bəzən variantlardan bir neçəsi uyğun gələ bilir. Amma bu bölmənin qaydası odur ki, ən uyğun gələni seçməliyik. Ona görə də siz 5 variantın 5-nə də həmişə nəzər eləməlisiniz bu bölmədə. Yəni, çünki sənə məsələn A variantı başda doğru kimi gələ bilər, amma C-ni oxuyanda görürsən ki, yox, C A-ya baxanda daha da doğrudur. Ona görə həmişə 5 variantın 5-nə də baxılmalıdır. Bax, qəbula düşmüş bir dənə sual deyim sizə. Yazın bura. Kilometr, bir də metr verilib sizə. Variantlarda da A, B, C, D, bir də Y yazaq. Variantları da belə yazıram. Santimetr, kilometr. B variantı metr, santimetr. C variantı desimetr, metr. D variantı metr, kilometr. Y variantı metr, millimetr. Burada variant hansı olacaq? Y variantı. Y variantı deyirsiniz. Və Sənəm xanım, Şahanə xanım, siz hansını düşünürsünüz? Bayaqçı dediyinizə uyğun olsa, hə, elə olur da millimetr formalaşır metr. Bəli. Deməli, kilometr metrdən böyükdür. A variantı, C variantı, D variantı gedir. Çünki birinci böyüyün adı gəlməli idi. Bunlar getdi. İndi metr santimetrdən də böyükdür. B-də düz gəlir. Metr millimetrdən böyükdür. Y də düz gəlir. Bəs niyə görə siz Y-ni dediniz, B-ni demədiniz? 1 kilometr 1000 metrdir. 1 metr də 1000 millimetrdir. 1 kilometr 1000 metrdir. 1 metrimiz 100 santimetrdir. 1 metrimiz 1000 millimetrdir. Bax, bu 1000 söhbətinə görə Y variantı daha düzgündür. Ona görə də Y variantı bizim sualımızın düzgün cavabı idi. Amma bu axırıncıda metr, millimetr yox, millimetr, metr qoysaydılar, onda B-ni düzgün götürəcəkdik cavab olaraq da. Aydındır. Yəni, Y-nin olduğu yerdə B artıq səhv çıxır. Amma əslində B-nin də haradasa uyğunluğu var. Ona görə biz analogiya suallarında həmişə 5 sual, sözün 5-inə də baxmalıyıq ki, ola bilər ki, mənə əvvəldə gələn variant daha doğru gələr, amma sonra başqa variant görəndə baxar ki, yox, o bundan daha dərinliyinə gedəndə daha da doğrudur deyə düzgün olaraq bunu götürməliyik. Aydındır. Bəli. Sənəm xanım, yoxdur ki. Bəli. Şahanə xanım. Müəlliməm belə başa düşdüm ki, burada cavabları götürəndə həmişə maksimum dərəcədə ikinci söz birinciyə tabe olmalıdır. Yox, tərsinə də ola bilər. Məsələn, bax, yəni birinci daha kiçik anlayışlı ola bilər. Şimdi bax, sadəcə birinci necə gəlibsə, biz də həmin şeylə getməliyik. Bax, bir dəqiqə. Bax, 8-ə baxaq. 8-ə əksi nədir? Ləçək çiçəkdən kiçik anlayışdır. İndi bizdə burada da birinci kiçik anlayış gələni götürməliyik. Cavabımız hansı olar 8-də? Əl barmaq. Yox. Əksinə. Bu dəfə birinci balaca gəlməlidir. Hə, burun baş. Bu dəfə burun baş götürəcəyik. Yəni, ola bilər ki, birinci böyük olar, ikinci kiçik olar. Ola bilər birinci kiçik olar, ikinci onun fərqi yox. Sadəcə bizə verilən necə verilibsə, götürdüyümüz cavab da həmin uyğunluqla olmalıdır. Şərtə uyğun. Aydındır Şahanə xanım? Bəli, bəli, şərtə uyğun onda. Hə, şərtə uyğun. O şərtə verdiyi şərtə, zaten sualın başında bax şərt qeyd olunur. Bir dənə o şərti oxuyum. Nə yazmışıq başda? Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olan variantı seçin. Mötərizə nə yazıb? Sözlərin ardıcıllığı nəzərə alınmalıdır.
Bir bu tipli suallardır. Bununla bağlı sualımız qalmadı ki. Deyirmi? Hı -hı. İkinci tip suallarımız, bax 26-ya baxın. Bu dəfə ikinci cütün də bir tərəfini verir. Bayaqki suallarda bir cütü verirdi. İkinci cütü biz götürürdük. Amma indi bir cütü verib, ikinci cütün də bir tərəfini verib, bizə qalıb ancaq axırıncı tərəfi. 26-nın cavabı A olur müəllim. A olacaq, bəli. Kurort istirahət üçündür. Sinif dərs üçündür. Və yaxud 27-nin cavabı nə olar? Mədəniyyət. Davranış. Davranış. Mədəniyyət kulturologiyadır. Hə, Eşitmiş yəqin kulturologiya sözünü. adını eşitmiş. Aha. Etika davranışdır A variantı. Bax və yenə də mümkün qədər ən doğru cavabı götürməliyik. Ola bilər variantlardan bir neçəsi uyğun gəlsin, hansısa məntiqdən, amma içində hansı daha uyğundursa, daha dolğun fikir ifadə edirsə, biz də həmin cavabımızı götürmüş olacağıq. Bu tipli suallar da aydındır. Bəli. Aha. Bir də gəldik anagram bölməsinə. Görək anagram nədir bəs? Müəllim, o sözlərin yerini dəyişirlər, o çətin. Bəli, bəli. Anaqramda hərflərin yerini dəyişərək Bu çətin. müəyyən sözlər düzəltməliyik. Yəni mənası olan sözlər düzəltməliyik. Bu sözləri düzəldəndən sonra o sözlərdən dördü arasında müəyyən əlaqə olur. Biri o sözlərdən ya tamamilə fərqlənir, ya da onları ümumiləşdirən bir söz olur. Məsələn, 61-ə baxın görün tapa bilirsiniz mi? Oradakı sözlər Şənbə, hansı? A variantı. Hə, iyul, avqust, aprel, şənbə. Şənbə, aprel, iyul, avqust. Fərqli hansı olacaq? Şənbə. 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 Çünki ay həftənin gündür, qalanları aylardır. Bir sonra ikinci bir məsələ burada nəyi biləcəyik? Sözün mənası olsa belə, biz onu dəyişib başqa söz eləməliyik. Bax 62-nin B variantına baxın. Ürək. Ürək. Kürə yazılıb. Kürə sözünün özünün də bir mənası var. Amma sən onu kürə kimi saxlaya bilməzsən. Aydındır İsmail bəy nə demək istədim? Bəli, bəli. Sənəm xanım, Şəlaxanə xanım. Bəli, bəli. Aha, yəni sözün özü mənalı olsa da yenə də ondan başqa məna düzəltməliyik. Həmən sözü götürmək olmaz. Yəni kürədirsə ona ürək düzəltməliyik. Almadırsa mala düzəltməliyik. Və s. Bax belə sözlər olanda onun yerini dəyişib başqa sözlər düzəltmək vacibdir. Yəni onun özünü olduğu kimi saxlamaq olmaz. 62-də sözlərimiz nədir? Tapa bilmişik. Həkim, ürək, Həkim, ciyər. ürək, ciyər, böyrək, mədə. Həkim, ürək, ciyər, böyrək, mədə. Burada da həkim peşəni bildirir, qalanları orqanlarımızı bildirmiş olur. Başa düşürük bunun məntiqini də. Bəli, bəli. Bəli. Bir şey. Sən belə baxanda asan deyə, tək eləyəndə adama çətin gəlir. Biraz bax bu testlər biraz dünya görüşü ilə bağlı. Çoxlu test işləyəndə artıq bunları konkret olaraq əzbərləmiş olursan bu testləri. Burada bir də nəyi deyim sizə? Bax bu anagram testində sözlərin ümumiyyətlə analogiyaya da aiddir bu qayda anagram sözü. Sözlərin yalnız leksik mənasına baxırıq ha. Da məsələn bu sözlərdən 4-ü düzəltmə isimdir, biri sadə isimdir. Belə bir şey yoxdur. Və yaxud 4-ü ərəb fars mənşəli sözdür, biri türk mənşəli sözdür. Sonra 4-ü alınma sözdür, biri yerli sözdür. Belə bir anlayışımız yoxdur bizim. Yalnız sözün mənasına baxırıq. 4-ü ahəng qanununa tabedir, biri ahəng qanununa tabedir. Belə bir anlayış. Yalnız sözün mənasına görə. Hə, bunun 4-ü məsələn meyvə adıdır, biri fərqlidir. 4-ü orqandır, biri fərqlidir. 4-ü ayın adıdır, biri fərqlidir. Və ancaq leksik mənası, yəni sözün mənası nə ifadə edirsə, buna baxırıq. Daha sözün
başqa bir hər hansı xüsusiyyətlərinə qətiyyən baxmırıq. Yaxşı? Və yaxud nə 4-ü 5 hərfli sözdür, biri 6 hərfli sözdür. Belə bir şey anlayışımız yoxdur məntiqdə. Ancaq sözlərin mənasına baxırıq. Bu da başa düşdükmü? Aydındır mı? Sonra, bax bu anaqram sualında ola bilər ki, sən sözün 4 dənəsini tapırsan, birini tapırsan. Amma yenə də cavabı tapa bilərsən. Deməli, sən əgər o 4 dənə sözün 4-ü də eyni mənanı verirsə, onda belə çıxır ki, tapmadığın o söz elə sənin cavabındır da, nəsə başqa şey deyə onu tapa bilmirsən. Aydındır. Şimdi 64'te Evet. indi bir dənə kələm var, amma Y variantı 64-də Məsələn- İncil, Quran, Quran, Tövrat. Amma Y Tövrat, variantını tapa Quran, bilmədim. Tövrat, Kəlam. Ta ki, Kəlam. yeni tapa bilməmişik. Baxıram ki, 4-ü kitab Yenə də. adlı, 3-ü kitab Evet, bu adlı. Avesta. Kəlam Evet, var. fərqlidir, düzdürmü? Yəni, Y-yə gələcəm hələ, yeni tapmamışıq. 4-ündən Evet. 3-ünün kitab birinin fərqli olduğunu gördük. Hı hı. Yenə Hə. cavabı götür geçsin kəlamı. Y-dəki Avestadır, o da kitab adıdır. Amma onu bilmədən də biz cavabı tapa bilərik ki, 3-ü biri, biri birdir. Bildim. Aydındır. Hətta 3 dənə sözlə cavab tapanlar var. Görürlər ki, ikisi biri, biri fərqlidir, tapırlar ki, budur. Yani onda 65 A'dır. Heç onun 65 mənasını mən A-dır, bilmirəm. bəli. A, baxdınız, Məşəd, 60-da indi Mədinə, siz Məkkə, Məkkə, Mədinə, Kərbəla, Məşədi tapırsınız. Görürsən 4 də şəhər Kərbəla, adıdır. Məşəd. A-nı tapa bilmirsənsə, deməli A cavabımızdır. A-dakı söz axund sözdür, amma biz onu tapmadan da sualımızın düzgün cavabını tapa bilirik. Yəni bu suallarda söz yox, dərsdə mənə yenə də sualınızı verin ha. Deyin mən məsələn düz tapmışam, amma o sözün mənasını bilmək istəyirəm, o heç. Amma imtahanda sabahları sözün mənasını tapmasan belə düzgün cavab tapa bilərsən. Hətta 3 dənədən də tapa bilərsən. Baxarsan ki, 3 dənədən ikisi eynidir, biri fərqlidir, götürərsən cavabını. Aydınmı? Bir də nə edeyim? Sözləri tapanda tapa bilmirsinizsə, variantların içində ən kiçik variant hansıdırsa, onu tapın. Qalanlarını tapmaq daha rahat olacaq. Çünki artıq nə yönümlü söz axtardığını biləcəksən. Tutaq ki, baxdınsa ki, o kiçik olanı tapmaq asandır. Kiçik də şəhər adıdır. Deməli, o birilər də şəhər adlarıdır. Meyvə adıdır. Deməli, o birilər də meyvə adıdır. Və s. Yəni, biri kiçiyi tapandan sonra artıq böyüklərin hansı yönümlü, nə mənalı sözlər olduğunu bildiyinə görə o sözləri tapmaq da sənin üçün asanlaşır. Daha tez ağlına gəlmiş olur. Başa düşdük. Bəli, Bəli. Balımız var. xeyr, müəllim. Aha. Belə, ev tapşırığımız bu olacaq. Cəmi 95 dənə testi. Amma çox asan test. Yəni, o biri 50 dənədən daha tez vaxtda bitirəcəksiniz bunu. Yaxşı. İndi mən sizə test vermək istəyirəm. Elə bax, ekranda paylaşacağım sınaq kimi. Vaxt Dedim verəcəm. yəqin sağollaşırıq. Yox, bu qədər tez sağollaşmaq istəmirəm. Test verin, biraz işləyin, sonra sağollaşaq. Nə bilim, yorulmusunuzsa atım evdə işləm. Onu da evə yükləmək istəmirəm də sizə. Yox, mənim eləyəm. Aha. Düzdür, indi bir dənə test paylaşım. Belə eləsəm görsənir, yoxsa çox xırda olur. Çox balaca olur. Siz telefonda görün, yaxınlaşdıra bilirsiniz. Lazım olsa yaxınlaşıb bu tərəfə apara bilirsiniz. Hə, yaxınlaşdırma olur. Əgər üçünüzdə də olursa, mən yaxınlaşdırmayayım ki, siz özünüz ürəyiniz istədiyiniz yerə apara bilərsiniz, hər öz telefonunda. Oldu mu? 1-dən 17-yə mənim. 1-dən 14-ə. 14-də, hə. Aha. Sənəm xanım, siz yaxınlaşdırıb baxa bilirsiniz. Bəli, müəllim, baxıram mən. Şahanə xanım, siz də. Bəli. Hə, 1-dən 14-ə qədər. Mən belə kiçik saxlayacağam ki, hər şey sonrası. Deməli, 14 dənə sualdır, 25 dəqiqə vaxt verirəm, 20-30-da başlayacağam yoxlamağa.
14-ə kimi dediniz müəllim? Bəli, bəli, 14-ə kimi. Hə, çox
Yaza bilirsiniz. Bəli, müəllim. 4 dəqiqəniz qaldı. Bəli, müəllim, bir cavab. Yoxlayaq. Oxuyuram cavabları. Eşidirəm mən. Bəli, müəllim. Sənəm xanım, Şahanə xanım. Bəli. Bəli, müəllim. 1 Bakı B. 2 A. 3 C. 4 Dərbənd. 5 Y. 6 Y. 7 A. 8 Y. 9 A. 10 Bakı. 11 Dərbənd. 12 C. 13 C. 14 Bakı. Neçə düzümüz oldu? Sayaq bir. Mən ikisini Mən yazmadım. onda nə? Ha, deyil. Buyurun, buyurun. Mən 4-ünü yazmamışam. Nə qalan onun yazmışam. Hamısı da düzdür. Şahanə xanım sizə necə idi? Mən ikisini çatdırıb yaza bilmədim. 12-yə qədər yazdım. Mənim 4 səhvim var. 8 düz qalıb. İsmail bəy sizdə? Müəllim, mən hamısını yazmışam, hamısı da düzdür. Əla. Baxaq suallarımıza indi.
Birinci ardıcıllıqdan suallarımız 7-yə qədər. Kimin sualı var desin 7-yə qədər. Müəllim, mən birincini yazmamışım. Baxaq birinciyə. Deməli, əvvəlcə 3 artır. Hı, Sonra 6 artır. 6. Sonra 12 artır. Sonra 24 artır. Baxırıq hamısı 2 dəfə 2 dəfə gedir. 2. 3, Hə. 6, 24. Növbəti 48. Son demiş. Bunu da 53-ün də üzərinə 48 yəni 102, Hə. 100 yox, 101, 102 yox. 101 B variantı. Ya da ki vur 2 çıx 5, vur 2 çıx 5, vur 2 çıx 5 belə də gedə bilərik. Bir də Növbəti sonuncuya baxarıq. Məndə köçsün. 7-ci 14. yox 7-yə qədər hələ ki sualımıza Hə, baxaq. hə, başlayın. Şahanə xanım sizdə var 7-yə qədər. Məndə 7-dir elə özü. 7-yə baxaq indi. Deməli 7 də elə birinci suala oxşardır. 2 artır, 4 azalır. 8 artır, 16 azalır. 32 artır, 64 azalır. Demək 2-nin bu dəfə 2 dəfə 2 dəfə gedir. 2, 4, 8, 16, 32, 64, 128. Və əməllər də bir dəfə toplanır, bir dəfə çıxılır. İndi növbə nəyin növbəsindən sonuncuda? Toplamanın. Toplam. Mənfi 19-un üzərinə 128 gələndə olur 109. A variantı. Aydın oldu. Bəli. Sonra 7-yə qədər qalmadı ki. Keçdi indi qeyri-aşkar operatorlara 8-14 arasında. Elə mənim ki 14. 14-ə baxaq. Deməli 14-də nə edirik? Vururuq, çıxırıq, vururuq. Yəni birinci vurmalar yerinə yetirilməlidir. 7-ni 6-ya vururuq 42. Çıx, 1-i 6-ya vururuq 6, 42-dən 6 çıxanda 36. 8 vur 5, çıx, 2 vur 4. Yəni 40 çıx, 8, 32. 3 vur 9, çıx, 2 vur 8. 27, çıx, 16, qalır 11. 6 vur 8, çıx, 5 vur 5. 48, çıx, 25, olur 23 B variantı. Aydındır. Bəli, müəllim. Sonra 8-14 arası sualımız. Mənim yoxdur sualım. Şahanə xanım sizdə 11-ə baxa bilərik. niyə baxmırıq ki? 11 topla 2-yə bölmədir. Toplayırıq yarısı. 70 ilə 26-nı toplayırıq. 96, 2-yə bölürük 48. 43 ilə 67 toplayırıq. 110, 2-yə bölürük 55. 52 ilə 22-ni toplayırıq. 74, 2-yə bölürük 37. 25 ilə 61 toplayırıq. 86, 2-yə bölürük 43 D variantı. Aydındır. Bəli. Sonra sualımız. Məndə yoxdur. Tamam o zaman. Mən bu tipli testləri sizə mütəmadi olaraq köhnə dərsləri təkrarlamaq məqsədi ilə işlədəcəm. Həmişə dərsimizin axırında nə vaxt qaldısa, belə işləyəcək. İndi analogiyanı hələ ki bugün işlətmirəm, çünki evdə biraz test işləyin, ondan sonra quiz kimi işləmiş olaq. Amma artıq bu əvvəl keçdiyimiz 2 dərsi təkrarlamış olduq. Gələn dərs inşallah vaxtımız olacaq yenə də, çünki analogiyada da vaxtımız qalacaq. Bu analogiya anaqramdır, bir də mətn var bunun davamında. Bunlardan işləyərik və bundan ümumiyyətlə belə testlərdən çoxdur məndə. Hər dərs mümkün qədər vaxt olduqca bir dəfiyə ola bilər. Məsələn, bunun içərisində 33 dənə test idi, bugün 14-ünü işlədik. Ola bilər bir dəfiyə hamısını çatdırmarıq, amma hər dəfə bir 10 dənəsin, 5 dənəsin, baxır vaxtımıza da. Hər dəfə bir mövzunu ən az təkrarlamaq məqsədi ilə, bax bugün 2 mövzunu təkrarlamış olduq. Həm ardıcıllığı,
həm qeyri-aşırı operatoru. Təkrarlama məqsədilə tez-tez işləyəcəyik bu testlərdən. Sualımız yoxdur ki, aydındır. Xeyr, mənim yox. Ümumiyyətlə bir sualımız yoxdur, təkcə bu mövzuya aid. Deyirəm. Yox, yox. O zaman sağollaşaq, inşallah biz birinci gün görüşərik. Testləri də indi qrupunuza göndərəcəm. Çox sağ olun, Oldu gecəniz mənim. Sağ olun, Sağ olun gecəniz mənim. xeyir. Sağ olun, gecəniz xeyir olsun.